ölkə ərazisində yağıntılı və şaxtalı hava şəraiti hökm sürür və bəzi istiqamətlərdə qar yağışı olsa da bəzi yerlərdə yağış da yağırdı elə ötən gündən etibarən və yağışın yağması Cəlilabad rayonunda bir sıra fəsadlar yaradıb. Bəli, Cəlilabadda aramsız yağan yağışlar, leysan yağışları bir sıra kəndlər arası keçidi yararsız vəziyyətə salıb. Nəticədə bir neçə yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib. Bu barədə istəyirəm daha ətraflı sujetdən məlumat alaq. Sel sularının su ötürücünü dağıtması Cəlilabad rayonunun Vənlik, Oğrubulaq və Fəthullaqışlaq kəndlərinin rayon mərkəzinə gediş-gəlişini tamamilə dayandırıb. Alternativ yolun olmaması səbəbindən sakinlər keçiddə gözləməli olublar. Dünəndən bəri yollar bağlanıbdır, millət keçə bilmir. Bizə də körpü düzəltmirlər, qalmışıq, bax görürsən nə vəziyyətdir. Çox barbad gündədir yollarımızda, körpülərimizdə, bax obru körpülər düzəlib, bir dənə bu körpü qalıbdır. 3 dənə kənd qalmışamızı, bu tayda qalmışdı. Dünəndən bəri gediş yoxdur. Sel güclü gəldiyinə görə fəlakət yaradı, bu yolları da verirsən bərbad gündədir. Bu dəqiqədə atam xəstədir, aparmaq istəyirəm həkimə, yəni apara bilmirəm. Qalmışam evdə. Sel sudur körpünü aparıbdır. Bizdə deyirlər körpü tikilmir, körpü tikilmir. Yuyub aparır ki, gözünüzdən görürsünüz də necə ki, su yuyub gedibdir. Qeyd edək ki, dağlıq ərazilərdən gələn sel suları yağışlı mövsümlərdə bu kəndlərdə tez-tez oxşar problemlər yaradır. Selin zədələdiyi keçidin yerində aidiyyatı qurumlar tərəfindən müvəqqəti olaraq xüsusi boru yerləşdirilib. Yerli sakinlər isə yağıntılar güclənərsə bu keçidin də davamlı olmayacağından narahatdılar. Onların sözlərinə görə ərazidə möhkəm və dayanıqlı körpünün tikilməsi vacibdir. Günorta saatlarında aparılan təmir bərpa işlərindən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Yeni körpünün inşası ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə baxış keçirilib və mövcud su ötürücünün körpü ilə əvəzlənməsi üçün layihə smeta sənədləri hazırlanıb. Maliyyə vəsaiti ayrıldıqdan sonra tikinti işlərinə başlanacaq.